yolçunun ürəyində götür qoy etdiklərinin səssiz şərikidir. Kənd yolu. Doğma od ocağa aparan bu yollar ağ rəngdədir. Maşın təkərlərinin altından qalxan un kimi səpələnən toz güzdək daşının mişarla yolunan canından çıxır. Qəribədir. Ağ rəngli yolların burulub döndüyü hər ev, hər həyət burada sanki daşların canlı hekayələrinin qəhrəmanıdır. Çünki burada daşın göz yaşlarının pıçıltısını duymayan bir ev, bir kimsə yoxdur. Güz kəndinin daş yaddaşında yaz, payız demədən, qara çovğuna yoruldum demədən ağlayan bir cüt göz var. Qırxqız qayasının sirri ağlayan daş gözlərdir. Bu tarixi bir abidə kimidir. Yəni Qırxqızlar bulağı budur. Bu deyilən yer vaxt ikən 100 illiklərlə bundan qabaq burada Qırxqızın qeyb olması, biz bunu görməmişiksə də bu şeylər olmuş şeydir. Gəlin o Qırxqız bulağının o göz hissəsindən suyun gəlməsini öz gözünüzlə görə bilərsiniz. Vaxt ikən 50-ci illərdə bu qəsəbənin ətrafında karyerlər salınanda, daş kərxanaları salınanda o kərxananın kombaynları bu hissədə istəyiblər karyer açsınlar, mümkün olmuyor. Yəni kombaynlar sıradan çıxıb, yəni belə şeylər var. Bu həqiqi olan şeydir, bu abidədir, bunu qorumaq lazımdır. Yəni Güzdəyə məxsus olan bir abidədir. Güzdəklə Qobunun tən ortasında ucalan heybətli qayalığın kölgəsi günəş qürubə endikcə kəndlərin üzərinə sükut kimi çökür. Rəvayətə görə o qayanın içində 40 can gizlənib. 40 günahsız qız. Namusunu düşməndən qoruyub dağlara əmanət edən bu qızlar daşa dönüb. Bu dünyanın zülmünü görməmək üçün əbədi sükuta qərq olublar. Hər cümə axşamı o 40 günahsızın ahı qayaları sızladır. Oradan sızan damcılar su deyil, əsrlərdir qurumayan göz yaşıdır. Güzdək bir sənaye nəhəngi ilə qədim bir əfsanənin eyni yataqda uyuduğu yerdir. Bir tərəfdə ən müasir texnika daş kəsir, bir tərəfdə isə ağlayan o sirli Qırxqız qayası daş baxışlarla daşlardan yaranan həyatı izləyir. Güzdək kəndi Bakının kəndlərindən, 32 kəndindən biridir. Tarixinə görə ən qədim kəndlərdən biridir. Adına görə də o, elə bil ki, payızlıq, yazlıq, otlaq yeri kimi, həm də küz mənasında, küzdə quzu saxlanan yerə deyilir. Daş, bu kəndin sakinləri üçün təkcə tikinti materialı deyil, o çörəkdir, güzarandır, tarixdir. Bizim də məhsulumuz, sərvətimiz daşdır. Qədim dövrdən karxanalar olub burada. Hüseynqulu karxanası, sonra Qızılqaya, Ağqaya. Bunlar həmişə Bakı bütün kəndlərinə buradan daş gedib. Bakının İçəri şəhərin tikintisində o üzlük daşlar həmişə Bakı kəndlərinə, meçidləri tikmək üçün
hamısı buradan aparılıb. Kərəm hamamı olub. Mən şəxsən onun quyusunu, su saxlanan yeri görmüşəm. Sonradan o dağıldı, getdi, baxan olmadı. Su həmişə İmamalı çalası deyirdilər, nohur kimi. Oradan gəlirdi. Daşın üstündən su həmişə çox qaçır. Çəkəklərdə burada çalalar çox olub. Damlı çalı olub, şor çalı olub. Bizim hal-hazırda olduğumuz yer adı Dərağıldır. Dərə ağıl. Yəni dərənin içində olan ağıl, heyvan saxlanılan yer. Bax, gördüyünüz o təpəliklər, ora Canağamdır. Yerin adı Canağam. O da istiqaməti bildirmək üçün o vaxt tərəkəmətçilik vaxtı olub. Harada qoyun gedi aparıb oturacaqsan? Canağamda. Sabah soğuqdan bir hadisə baş verəndə istiqaməti bilirsən ki, hara gedib buy tapmalısan. Bax, bu mənadadır, yer adları. Oraya daşın burnu deyirlər, bax o yerə. Hə, daşın burnu deyirlər. Bax, ora Qızılqayadır, bax, qayalar partladılıb olunub. Qızılqayadır. Ondan o tərəfdəki Boz dağdır. Ondan bəri belə gəlir, bax, görünür də karyerə, bax, bunlara tuvalıq deyirlər. Yəni daş olan yerlər, tuvalıqdır. Bu qışda örüş üçün əvəzsiz olub. Çünki heyvanın ayağı palçıqda olmamalıdır. Quraq olsun. Ondan sonra bax, orada küləkli burundur deyirlər. Bax, küləkli burun deyirlər. Oraya Şornor deyilir, Şordur. Sonra orada bir yer var, Ağamət körpüsü deyirlər. Orada. Sonra burada da bağça var. Bağça. Həmin bağça, orada da su çıxıb. O vaxtı birinci güzlər məskunlaşıb o yerdə. Bu dağın o üzündə, bu təpənin o üzündə bir dənə qəşəng yataq var. Dədə-babadan olan yataqdır. Adı oran Talı Təmirdir. Talı Təmir yatağı deyirlər, bax bu yeri. Bu dağın o üzündə yataq var. Örüş zonasıdır. Sonra burada kolxozluq dövrü mənim yadıma elə-belə gəlir. Kolxoz o vaxt soğan əkmişdi. Əkinçilik olub. Onlar da ki, cəmaata pulu veriblər. Puldan əlavə natura şəklində soğan, kartof, belə şeylər əkib əmək haqqlarını ödəyiblər. Bura Güzdəyin daş yaddaşının ən kədərli yeridir. Qəbirlərin çoxu elə kəndin öz karxanalarından çıxan, zamanla rəngi tündləşmiş, üzəri şibiyə bağlanmış güzdək daşlarından yonulub. Bəzi qədim baş daşlarının üzərindəki yazılar toz və yağışın təsirindən silinsə də, daşın özü sarsılmaz dayanıb. Bu məzarlıq kəndin güzgüsüdür. Karvan-karvan dünyadan köçən insanların bu kənddə qrup yaratdıqlarından, xatırlananlar isə qədirşünaslıq. Qəbristanlıq hər bir kəndin, hər bir elin, hər obanın tarixi yaddaşıdır. Burada olan qəbirlər, burada olan sərdabələr, burada olan sənduqələr, burada olan amanat qabırlar bizim kəndimizin tarixindən xəbər verir. Burada insanların 5 arxa, 7 arxa, əsli bir nəsli, səcərəsi var. Yəni bunlara əsaslanaraq mən bu kəndin tarixindən danışıram. Kəndimizdə olan bu sənduqələri tədqiqatçı alimlərimiz Məşəd xanım Nemətova, Sara xanım Aşırbəyova çox burada tədqiqatlar aparıblar. Bu kəndin qədim olduğunu sübuta getiriblər ki, bu kənddə amanat qəbirlərin ta ki o günəcən ki Osmanlı ordusunun bura gəlişinəcən burada olan türklərin qəbrini hamısını arayıblar, axtarıblar, ortalığa çıxartıblar. Qəbirstanlığımızda olan bu sərdabə tarixi 4 əsr, 5 əsrə gedib çıxır. Yəni bunu sübut edən sənədlər var. Bizim qocalarımız, yaşlılarımız hamısı o vaxtı deyiblər bizi, başa salıblar. Burada olan
amanat qabırlar, amanət qabırlar. Məzar daşlarının əbədi sükutunu pozmadan Güzdəyin həyat qaynağı dirilik çeşməsinə doğru yol alırıq. Güzdəyin quru və sərt torpağında o bulaq səhrada su tapmaq qədər gözəl bir his yaradır. Kəndin tozlu yollarından keçib bulaq başına çatanda mənzərə tamam dəyişir. Burada suyun səsi karxanaların küt gürültüsünü boğan yeganə ilahi musiqiyə bənzəyir. Biz bunu sizin için yarattık bilin. Gəlin bu çeşmədən için dincəlin. Sonra xoş məramla qaydın geri, yad edib burada işləyənləri. Bu sözlərin müəllifi Respublikan Əməkdar müəllimi Sultan Kərimoğlu'nundur. Yəni Abşeron yarımadasında yeganə bulaqdır. Bunu ilk dəfə mənbəyini bilən Şeyx Mütəllim ağa o kəşf edib bunu. Sonraki kəndimizin yaxşı insanları, səxavətdə insanları bunu bulaq şəraitə salıblar. Bu suyun mənbəyi yuxarıda Qarabulaq deyilən yer var. Oradan gəlir. Bizdə Baxça deyilən yer var. Orada da böyük su ehtiyatı olub. O vaxtı Bakıya ilk dəfə teplovozlar gələndə bu Manaf Süleymanovun kitabında bunlar hamısı var. Gedib oradan götürürlər, Baxçadan götürürlər suyu. Bu kəhrizlər torpağın dərin nəfəsi, Güzdəyin yerin altından süzülən həyat çeşməsidir. Əvvəllər onların sayı burada çox olub. Abşerona xas olan tikililərdən biri də ovdanlardır. Yəni insanların su ehtiyacını ödəmək üçün biz bilirik ki, Abşeronun yarımadasında su qıt olub. İnsanlar bu ovdanları inşa ediblər. Yəni Abşeron yarımadasının bütün kəndlərində bu ovdanlara rast gəlmək olar. Ələlxüsus da bu Güzdək kəndində. Güzdək kəndində 30-a yaxın ovdan olub. Hər ovdanın da öz adı olub. Yəni o kim tərəfindən inşa edilibsə, o adı ona veriblər. İnsanların suyunun təchizatını ödəmək üçün, ondan istifadə etmək üçün çox böyük bir önəmli bu su anbarı olub. Yəni insanlar bundan çox səmərəli istifadə edə. Yazda, payızda yağan yağışlardan bu su yığılıb bu ovdanlara, bunlardan istifadə edə. Yəni bizim kəndimizdə 30-a yaxın ovdan olub. Onlarda yeganə biri qalıb. Bunun adı Şirin Kəhriz deyirik. Yəni bütün ovdanlar hamısı Sovet dövründə dağılıb, bərpa olunmayıb, gözləməyiblər. Gəncəli kəhrizi, Qadımalı kəhrizi, Cin kəhriz, Şirin kəhriz, Qoblu kəhriz olub. Şirin kişinin adı üçün olduğu üçün onun varisi olmadığını, öz adını əbədiləşdirmək üçün bunu inşa edib. O bir gün də insanlara qulluq edir, bundan istifadə edirlər. Kəndin ən uca və sakit nöqtəsində sarsılmaz inancın rəmzi kimi ucalan Güzdək məscidi Hicri qəməri tarixi ilə 1287-ci ildə inşa edilib. Miladi tarixi ilə 1870-ci ilə aid olan ibadətgahın hazırda 156 yaşı var. Həm memarlıq baxımından çox zəngin bir məsciddir, həm də Abşeron rayonunun memarlığı baxımından çox zəngin məscidlərdən biridir Abşeron rayonunda. Bu məscid divarları təxminən 1 metr qalınlıqdan ibarətdir. Bu da məscidə həm qışda istiliyini, həm də yayda da sərinliyini təmin edir. Sovet dönəmində digər bizim ibadətgahlarımız, məscidlərimiz
öz təyinatından uzaqlaşdırıldığı kimi bu məscidimiz də bizim ambara çevrilmişdi. Ambardan yenidən öz məscid şəklinə qaytarılmışdı. 1870-ci ildə tikiləndə bu məscidin minarəsi olmayıb. Amma sonradan mən qeyd eləmək istəyirəm ki, 2015-ci ildə kənd sakinləri Rəşid və Hacı Böyükağa tərəfindən bu məscid əsaslı təmir olundu və Rəşid tərəfindən bu gördüyümüz minarə uzaldıldı məsciddə. Və 4 pəncərədən ibarətdir günbəzi, cənub, şərq və qərb istiqamətlərində. Bu da məscidə işığın düşməsini təmin edirdi. Güzdəyin torpağı Abşeronun bir çox yerində olduğu kimi sərt və şoran olsa da, kənd sakinləri bu torpaqla da dil tapmağı bacarıb. Burada əkinçilik geniş sahələrdən çox hər evin həyətindəki kiçik, amma bərəkətli bağlarda aparılır. Güzdəklilər üçün əkinçilik həm bir ehtiyac, həm də torpağa olan bağlılıqdır. Hər bir zəhmət adamı yaxşı bilir ki, torpağı əzməyən əzizlənə bilməz. Mən 1930-cu ildən adam olmuşum. 96 yaşım var. Anadan bir şəhətdə olmuşuq elə. Dör qədmi. Göz açıb mən dəqiqman görmüşəm kəndimizdə. Göz açıb taxılçılıq görmüşəm sizdə. Göz açıb əkinçilik görmüşəm. Xarmanımız olub, bəlimiz olub, atımız olub, öküzümüz olub. Taxılı pismişik, gətmişik, xarmanda öküzlə, üstadla oyzad eləmişik, soğurmuşuq. Taxılları yığmışıq, yumuşuq, təmizləmişik. Un çəkdirmişik dəqiqmanda. Onun xamuru yuğulanda, çörəyi pişirəndə bütün kəndə iyi salardı. Daş kərxanasında işləmişəm, neçə il. Yoldaşım gedib rəhmətə, onun yerinə, iş yerində götürürlər mən işə. Mən 7 uşağım olub, özümlə yoldaşım rəhmətə gedir. Balıcası da 4 aylıq qucağımda olur. Böyüyü də 10 yaşında. Gecə gündüz əlləşmişəm, vuruşmuşam, onları böyütmüşəm. Karxanaların tozuna rəğmən həyətlərdə Abşeronun simvolu olan üzüm tənəkləri inadla daş divarlara sarmaşır. Payızın sonuna qədər bağların sarı kəhrəbası, ağ şanısı tağlardan boylanır. Xırda bostanlarda ailənin ehtiyacına yetəcək qədər məhsul yetişir. Dədə-babadan tərəkəməlçiliklə məşğul olmuşuq. Qoyun sürüləri ilə, maldarlıqla əhatə olunub. Son vaxtlar isə kənddə məşğuliyyət bu Sovet hökuməti gələndən sonra karyer məsələsinə başlanılıb. Karyerlər dövlət səviyyəsində olub. Qoyunçuluq, maldarlıq, bir də dəvəçilik olub. Dəvəçiliklə də uzaq rayonlara gedib, orada taxılla duzu, nöyti barter eləyib, gətirib gəlirlər özlərinə uyğun olaraq. Bu dəvəlik mən qaynatamın atasından qalmadı. Bu yurd Məşəd Həmid olub, qaynatamın atası. Bu yurd onun yurdudur. Dəvəlik də ona məxsus olub. Yaşadığımız ev 1907-ci ildə tikilib. Dəvəlik ondan qabaq olub. Çünki bu ətrafdakı evlər bir kişinin oğlu olublar da, bunlar qardaş olublar, əmi oğlu olublar. Hamısı evlənəndən sonrasına hərən öz payın veriləndə bu dəvəlikdə mən qaynatamın atasına qalıb. Burada yaşayıblar, mən də bu kəndə gəlin gəlmişəm. Bunlar sarı palçıqla tikilib o vaxtı. Yağış çox olanda palçıq islanıb oyulur. Çoxsu uçur. Kimi saxlaya bilir, əlində saxlaya bilir, saxlaya bilməyən ki, uçub dağılır. Bunun üstü, elə bir, o bütün daşlar hamısı palçıqla bir-birinə qeydirilir.
Dəvəlik elə hündürlüyü onu 7 metrdir, uzunu 20 metrdir dəvəliyin. Orada belə taxçalar var, o taxçalarda dəvələri bağlamağa yer olub. Hal-hazırda da o yerlər durur orada. Yuxarısındakı balaca belə oyuqlar var. Ora çıraq qoyublar ki, içəri işıq olsun. Orada çıraq yandırıblar yuxarıda. Aşağıdakı axırlarda amma dəvələr bağlanıb, orada dəvələrə yem qoyulub. Yerdə də onların su axır yer var idi. Uçub dağılıb qalmayıb o. Daşdan biraz qalıb da belə bir parçası. Kəndin dar, dolambac küçələrindəki köhnə evlərin qapıları günəşdən çatlamış, ağır ağacdan və ya paslanmış dəmirdəndir. Amma onları əhatə edən divarlar hamısı eynidir. Heybətli ağ daşlar. Hər qapı bir hekayənin girişidir. Bu ev isə başqadır. Çünki burada yeni bir həyat hekayəsi başlamaq üzrədir. Toy qapısıdır bura. Gələn, gedən, kəndin başından ayağına dək hamı bu evə xoş niyyətlə qədəm qoyur. Güzdəyin toylarında süfrənin bərəkəti daşının bərəkəti kimidir. Bol və səmimi. Bu kəndin gözəl adət-ənənələri var. Toy adət-ənənələri də bu adət-ənənələrdən biridir. Keçmişdə toylar 3 gün qabaqdan qapılardan palaz yığılırdı, dolma piştiyə yığılırdılar. Əti bizdə qabaq əllə döyürdülər, maşın yoxdur. Döymə, ətimiz döymə olurdu. Toylarımız sakit keçib həmişə, indi də həmən səviyyədə gedir, elə sakitliyi. Yəni dava azal bizim toylarda olmaz. Kəndin alimləri olub, loğmanları olub, şairləri olub. Yəni qədimi kəndlərdən, Bakının qədimi kəndlərindən biridir Güzdək kəndi. Bozbaş milli yeməyimizdir bizim. Bu Bakı kəndlərində hamısında var. Güzdəkdə tam fərqli bozbaşdır bu bozbaş. Yəni ki, bu yeyənlər, gəlib görənlər bilir ki, bu necə yeməkdir. Kəndimizin cəmaatı gözəl, qonaqpərvər, qonağa qarşı diqqətli, hər şey öz qaydasında olan bir kənddir. Güzdəkdə adət-ənənəyə sadiqlik. O ağ daşların yerin 7 qatından gələn möhkəmliyi kimidir. Sarsılmaz və dərin. Bu kənddə hər yeni qurulan ailə həm də minillik bir yaddaşın davamıdır. Burada gənclər müasir dünyanın sürətinə rəğmən ağsaqqalın xeyir duasını almadan yola çıxmaz. Hələ də qədim Qırqız rəvayətini bir nağıl deyil, namus və sadiqlik dərsi kimi canında, qanında daşıyan güzdəklilər üçün ənənə sadəcə keçmişin təkrarı yox, daşına, torpağına bağlı insanların əcdadlarına verdiyi bir sədaqət sözüdür.